Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,4 milyon tondan çox neft, 679 milyon kubmetr qaz emal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,3% və 11,4% azalma deməkdir. Azərtac SOCAR-ın 2026-cı ilin ikinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərinə dair hesabatına istinadla xəbər verir ki, şirkətin Azərbaycandakı müəssisələrində istehsal olunan 556,4 min ton neft, neft kimya və qaz kimya məhsulları xarici bazarlara ixrac edilib. Cari ilin yanvar-iyun aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 120 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 91,6 milyon dollar və ya 43,3% azdır. Bu barədə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ixrac icmalının iyul sayında bildirilib. Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 211,6 milyon dollar olub.